Salam əziz dostlar, Azərselin qəbul etdiyi yeni qərarla bağlı ötən gün sizə məlumat vermişdim. İyul ayının 1-dən tətbiq olunacaq yeni qərardan söhbət gedir. Bu barədə jurnalist Atif Sarxanlı TikTok səhifəmdə, eyni zamanda da Xəbər kanalı adlı YouTube səhifəmdə, YouTube kanalında bu barədə ətraflı məlumat var. Məlumatı olmayanlar keçid edib həmin hər iki platformadan bu barədə tanış ola bilərlər. Qısaca deyim ki, iyul ayının 1-dən tətbiq olunacaq yeni qərarda artıq balansına 1 manatlıq danışıq kartı yükləyən əvvəlki kimi 5 gün yox, 1 gün yalnız danışa biləcək. Yəni növbəti gün, ikinci gün onun xətti açıq olmayacaq. 5 gün 5 manat balansına danışıq kartı yükləyən şəxsin xətti 5 gün aktiv olacaq, 6-cı gün onun xətti aktiv olmayacaq. Bax, belə bir qərardır. Ətraflı məlumatı hər iki platformadan tanış ola bilərsiniz. Bundan sonra Azərselin deməli yeni bir qərarı olub. Mən istəyirəm həmin qərarla sizi tanış edim. Bu qərar isə iyun ayının 19-undan tətbiq olunacaq. Mən istəyirəm əvvəlcə həmin qərarı olduğu kimi oxuyum. Azərsel abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır. Bax, belə bir başlıqlı xəbər var. 19 iyun 2025-ci il tarixdən etibarən Azərsel Telekom fakturasız sim xətt istifadəçiləri üçün mobil rabitə xidmətindən daha rahat və şəffaf şəkildə istifadəni təmin edən yeni tarif mexanizmini tətbiq edir. Yeni qaydalara əsasən abunəçi balansına tarif haqqı qədər vəsait əlavə etdikdə, misal üçün 2 manat əlavə etdikdə tarif avtomatik olaraq yenilənəcək və nömrə 30 gün müddətində aktiv qalacaq. Bu, təqdim olunan danışıq və internet resurslarından tam və fasiləsiz istifadə üçün imkan yaradacaq. Qeyd edilir ki, əvvəlki sistemdə nömrənin aktiv qalma müddəti balansa yüklənən məbləğə əsasən müəyyən edilirdi. Müddət bitdikdə balansda istifadə olunmamış resurslar mövcud olsa belə xidmətlər dayandırılırdı. Məsələn, Azərselin və ya bölgə tariflərinə qoşulmuş istifadəçi 2 manat yüklədikdə nömrə yalnız 10 gün açıq qalırdı. Bu isə istifadə olunmamış internet və danışıq resurslarından yararlanmağa imkan vermirdi. Yeni mexanizm bu məhdudiyyəti aradan qaldıraraq istifadəçilərə daha çevik və müştəri yönümlü təcrübə təqdim edir. Dəyişiklik bütün növ danışıq kartlarına aiddir. Artıq balansa yüklənmə məbləğindən asılı olmayaraq sadəcə tarif ödənişi etməklə nömrəni tarif müddəti ərzində aktiv saxlamaq mümkün olacaq. Bu yenilik Azərsel Telekomun müştəri təcrübəsini təkmilləşdirməyə və abunəçilərə gündəlik rabitə ehtiyaclarına uyğun daha səmərəli xidmət təqdim etməyə yönəlmiş strategiyanın bir hissəsidir.